Deməli, uşaqlar, bax, bölməni bitirmiş. Düzdür. İndi leksika mövzusu başlayıb təkrar edir. Mövzu gedəcəyik təkrarlamağa, leksikadan başlayıb təkrarlamağa. Mövzu haqqında çox dərinə getmədən, xülasə formasında qısaca sizə izahları verəcəm təkrarən. Ondan sonra testlərə baxacaq. Aydın oldu. Və bu davam edəcək tam sonuncu çəkdiyimiz mövzuya qədər. Təkrardan hamısını bir-bir görəcək. Aydın oldu. Leksika. Biz leksikadan nə öyrənirdik? Dilimizdə olan sözlər. Düzdürmü? Dilimizdə olan sözləri leksikada öyrənirdik. Sözün mənaları var idi, yazıda gəlirsə. Birincisi, leksik məna. Leksik məna. Sözdə ifadə etdiyi məna. Sözün ifadə etdiyi mənadır. Yəni, bir söz deyərkən nəyi başa düşürüksə, o nə idi? Ağlımızda nə canlanırsa? Ağlımızda canlanan sözdür. Ağlımıza gələn. Məsələn, deyək ki, marker. Deyək, onda nə gəlir? Yazmaq üçün bir əşya. Elə deyil. Və yaxud da kitab deyərsən, ağlımıza nə gəlir? Oxumaq üçün əşya. Bunların nə idi? Leksik mənası. Dilimizdə bilirsiniz ki, 11 nitq hissəsi var, keçmişik sizinlə. Onların 6-sı əsasdır, 5-i köməkçi. Köməkçilərin leksik mənası olmur, amma əsas nitq hissələrin hamısının leksik mənası olur. Aydındır. Deməli, əsas nitq hissələrin leksik mənası var, köməkçi nitq hissələrin isə leksik mənası yoxdur. Əla. Deməli, sözün demişdik, leksik mənasını açmağa neçə yolu var? 4 yolu var. Hansılar idi? Birincisi, sözün mənasını izah edir. İkincisi, sinonim tapma. Üçüncüsü, antonim. Dördüncüsü, homonim deyil. Mürəkkəb sözlər. Homonim deyil, belə çaşarsın. Dördüncüsü isə düzəltmələ mürəkkəb sözlərin tərəflərini izah etməklə. Bu nə deməkdir? 1, 2, 3-ü bildiniz. Bunlar asandırlar. Dördüncüsü nə deməkdir? Məsələn, yazıda gəlsə də bax bu sözü yazmışdım sizin üçün. Xoşbəxt sözün yazmışdım. Düzdür? Bu söz nədir? Mürəkkəb sözdür. Xoşbəxt. Görə yazıda qalıb nədir xoşbəxtin leksik mənası? Mənim ağlımızı sevinç. Sevinç, sonra? Sonra, müəllim. Özünüzdür ki, dördüncü qayda tərəflərini ayırmalı. Xoş nədir? Yaxşı, gözəl. Bəli. Bəxt nədir? Talih, qismət, düzdür? Bəli. Deməli, talih, bəxtli, gözəl olana xoşbəxt deyirlər də. Düzdür? Bax, bu da dördüncü məna. Və yaxud da bu mürəkkəb sözlərdir. Bir yazaq, balıqçı. Balıq nədir? Heyvandır. Sırda peşə bildirən sözdür. Deməli, balıqçı, balıqçılıqla məşğul olan adama deyirlər. Düzdür? Ayşə, bax bu sözün leksik mənası idi. Ondan sonra ikincisi öyrəndik sözün qrammatik mənasını. Nədir sözün qrammatik mənası? Sözün qrammatik mənası hər hansı bir sözü, hansı nitq hissəsinə aid olmasıdır. Yaxşı, hansı nitq hissəsinə aid olması? Məsələn, xoşbəxt, sual verin, necə xoşbəxt? Nəyə sual verin? Deməli, bu nədir? Bunun qrammatik mənası sifətdir. Hansı suala cavab verir? Necə? Düzdür? Bu onun qrammatik mənasına daxildir. Cümləzə kimi hansı cümləzə olar? Təyin olar. Bu onun qrammatik mənasına aid olar. Aydın oldu. Dilimizdə olan, dedik, bütün həm əsas, həm də köməkçi hissəsinə məxsus olan sözlərin, həmçinin sözlərdən əlavə şəkilçilərin də qrammatik mənası var. Yaxşı, məsələn deyirəm, sadə, mən ürəyimdə bir dənə söz tutdum. Həmin sözün qrammatik mənası var. Müəllim, çünki bütün dilimizdəki sözlərin qrammatik mənası var. Bunlar hansı sözü tutduğum fərqi yoxdur. Həmin sözün nəyi var? Qrammatik mənası var. Başa düşdü uşaqlar. Bildiyi qrammatik məna nədir? Sözün hansı hissəsinə aid olmasıdır. Leksik məna nə idi? Müəllim, bir sözün ifadə etdiyi məna. İfadə etdiyi məna deyil. Düzdür. Sonra
Həqiqi məna, məcazi məna. Bir, yenə yazıram. Həqiqi məna. Həqiqi məna nədir? Sözün əsas ifadə etdiyi məna. Sözün əsas və ilkin ifadə etdiyi məna onun həqiqi mənasıdır. Yəni, lövhə deyəndə ağzına gəlir. Yazmaq üçün. İlkin gəlir də ağzına, düzdürmü? Bu lövhənin həqiqi, yəni ilkin məna, həqiqi mənası hesab edilir. Başa düşdünüz? Və yaxud da, pərdə deyəndə ağzına gəlir, pərdə. Müəllim, pəncərəyə asmaq üçün. Olsun, pəncərəyə asılan var, ona nə deyilir? Pərdə deyil, elə deyil. Baş deyəndə ağzına gəlir, baş. İşlətmək üçün. İnsanın başı. Ayaq deyəndə ağzına gəlir. Yerimək üçün. Bu, bunların həqiqi mənasıdır. Həqiqi məna bir də siz nəyə oxşuyur? Konkret isimlərə, konkret isim oxşuyur. Yəni, o mövcuddur, var. Həqiqi mənadır. Başa düşdünüz? Var o şey ki, biz ona... Məsələn, lövhə deyəndə bu daha konkret olur, lövhə. Pərdə deyəndə bayaqları özünü öldürür deyə ədalət ki, müəllim, pərdə asılları pəncərədən qoluna. Həmin o pəncərəyə asılan, belə deyil. Bu konkret olaraq bu əşyanın varlığını bildirir də, bu əşyanın mövcudluğunu bildirir. Bax da, parta var da, bu həqiqiliyin bildirir. Bu həqiqi mənadır. Məcazi mənada isə bir qədər mücərrədlik var. Bir qədər. Bax, deyirəm ki, sadətlə mənim aramda pərdə var. Məcazi məna. Bu pərdəni kim görür? Heç kim. Bu dediyimiz pərdə, evə pəncərəsinə vurulan pərdə deyil ki. Xeyr. O nədir? O məcazi mənada, yəni məsafə mənasını ifadə edir. Belə deyil. Və yaxud da deyilir ki, kəndin ayağına gedirəm. Kəndin bir addım ata biləcək bir ayağı yoxdur ki, biz onun ayağına da gedək. Elə deyil. Bu kəndin ayağı nədir deməli? Məcazi məna. Deməli, sözlərin həqiqi mənası nə olur? Məcazi mənası da olacaq. Deməli, indi baxaq həqiqi məcaziyə. Məcazi mənada sanki bir qədər mücərrədlik olur. Mücərrədlik. Bax, göz deyirəm. Məsələn, Xatirənin gözü var. Bəli. Görürsünüz. Bəli. Yaxşı, Uğurun gözü. Görürsünüz Uğurun gözü. Bəli. Oysa, və yaxud da Elvinin gözü. Görürsünüz. Bəli. Faizin gözü. Görürsünüz. Bəli. Var, mövcuddur, var. Səbirin gözü görsəniz, baxlarınızda. Bax, bu göz mövcuddur. Düzdürmü? Və yaxud da, indi sizə sual verirəm. Məsələn, deyirəm, sərçənin gözü, sərçə bilirsiniz də heyvan. Onun gözü var yoxsa yoxdur? Var, O həqiqidir, məcazi deyil. Həqiqidir. Ay, işte bu. Yaxşı, indi mən deyirəm ki, şkafın gözü. Məcazi. Yəni, şkafın baxmaq funksiyasını yerinə yetirən bir orqan varmı? Xeyr. Deyil, yoxdur. Deməli, o nədir? Məcazidir. Həqiqi məna nədir? Məcazi məna nədir? Anladın? Qarışdırmaraq ki? Xeyr. Bəs yaxşı, həqiqi mənası olan bütün sözlərin məcazi mənası var. Bəli. Artıq. Yoxdur, bəli. O, məsələn, parta. Bu həqiqi məna. Elə deyil. Bunu işlət məcazi mənada. Partanın işlət, ayaqla işin yoxdur. Parta işlənər həqiqi. Xeyr. İşlənər də həqiqi. Məcazi işlənə bilər. Xeyr. İşlənə bilməz. Deməli, o parta nədir? Ancaq nədir? Həqiqi məna ifadə. Müəllim, bəs deyə bilərik partanın gözü. Partanın birincisi gözü olmur. İkincisi, sən partanın gözü ifadəsini işlətsən, orada parta yox, göz olacaq məcazi. Əgər partanın gözü olsa, parta yox, göz məcazi olacaq. Aydın oldu? Ay, sağ ol. Deməli, leksik məna, qrammatik məna, həqiqi məna, məcazi məna. Dördündə bildik, bilməyən varsa təkrar deyil. Yaxşı, keçək sonraki mərhələmizə. Konkret mi? Tək məna, Yalnız tək mənalı söz, bir də çox mənalı söz. Çox mənalı söz. Bax, çox uzatmadan deyəcəm bunu sizə. Tək mənalı sözlərin məcazi mənası olur. Tabii. Yəni, tək mənalı sözün heç bir məcazi mənada işlənə bilməyən sözdür. Bir mənası var, o da həqiqi mənadır. Bir mənası var tək mənalı sözün, o da həqiqi mənadır. Yaxşı, bura daxil edir. Tək mənalı sözün bir mənası var, o da nədir? Həqiqi mənadır. Məsələn,
Parta, bunun məcazı işləyə bilərsiniz. Xeyr. Deməli, bu nədir? Tək mənalı. Tək mənalı. Və yaxud da deyirəm ki, kitab sözü işlənər məcazı. Bilir kitab? Hə, kitab bax, ömür kitabın gözünün önündə canlanırdı. Çox mənalıdır müəllim. Ömür kitabı, kitab məcazidir. Hələ tək mənalı gənə, tələsmə. Aha, bu tək mənalı söz nə oldu? Həqiqi mənalı olan. Həqiqi məcazisi olmaz. Yaxşı, gedək çox mənalı. Bunu da uzatmayacağım sizə. Əgər bir sözün bir dənə məcazi mənası varsa, O da çox bir söz mənalıdır. məcazi mənada işlədilə bilərsə, O da çox mənalıdır. Çox Çox mənalıdır. Bir söz məcazi mənada işlədilə bilərsə, o söz çox mənalı söz hesab ediləcək. Aydındır? Bəli. Bəs yaxşı. İndi sizə sual verirəm. Bir söz eyni anda, bir ifadəni eyni anda həm həqiqi, həm də məcazi düşünmək olar. Bəli. Məsələn, nə bilərsə? Mənim el göz. Yazda gəldi bu ifadə? Bəli. Ağır. Aha, xasiyyət mənasında ağır adam həqiqi məcazidir. Mənim məcazi. Məcazidir. O xasiyyətini tərəziyə qoyub çəkmirik ki. Xeyr. Elə deyil. Bəs məsələn indi Royal özü burada yoxdur, salamlayırıq, qardaşı buradadır. Royal götürsək nə olur? Ağır adam. Ağır adam, çəkisi ağır olan adam. Belə deyil. Bəli. Bu nədir? Mənim Həqiqi məcazi. məcazi. Ay sor. Başa düşdünüz? Bəli. Eyni ifadə işlənmə yerindən asılı olaraq həqiqi və məcazi kimi də düşünülə bilər. Bura qədər sualınız varmı? Xeyr. Yox. Keçirəm. Çox mənalı sözlər hər zaman eyni hissəsinə aid olurlar. Onlar daha çox bədii üsulda işlədirlər. Bunlara çox da toxunmuram. Çox mənalı sözlər homonim sözlərlə bir-birinə çox oxşuyurlar. Onları necə fərqləndirmək lazımdır? Gəlin ona baxaq. Homonim nə idi? Elə keçmişkən homonim demişkən, homonim izah edək sonra fərqləndirək də. Dəyişir. Homonim. Bir. Homonim. Tərifin deyək, öyrənək, sonra homonimlərlə. Yaxşı da bildim, bilirsiniz. İndi baxaq. Bax, homonimlərdən təkrarlayaq. Ondan sonra çox mənalarla müqayisə edərik. Bir də deyək, bir də deyək. Deyilişi və yazılışı. Fərqli olan sözlər eyni. Eyni olan. Başlanğıc formalarına daxil. Deyilişi, yazılışı, başlanğıc forması eyni. İfadə etdiyi mənalar fərqli olan sözlərə homonim deyilir. Məsələn, mənə kim homonim gəldir, hə? Yasəmən. Qol, müəllim, qol. Müəllim, qol. Daş. Xəyal necə homonim? Müəllim, qol. Qol. Qol olur. Kök olur. Gözəl. Yaxşı. Bal yazıram. Zindan yazıram. Qol. Xar dedim. Xal. Mən xar eşitdim. Elə xar yazıram. Xarın mənasını çoxuz bilmirsiniz. Sonra yazıram. Qol, müəllim, qol. Yaxşı, qol da yazıram. Bəs. Ləpə yox. Ləpə olmaz. Bir dənə də gül yazıram. Gül. Ya, yəni bizim bu qədər nümunəmiz kifayət eləyər bizim fikrimizi izah eləmək üçün 5 nümunə bəs edir. Bax, bal var, səhər yer ya səhər yeməklə. Bu bal, burada yaxşı bilər, düzdür? Ay sağ ol. Bir o bal, tadını verir. Balı yiyərsən, maşallah, enerji çox olur, bir yerdə qalmırsan, dayanmırsan. Biri o bal, bir də imtihanda topladığımız və ya da toplaya bilmədiyimiz bal. Elə deyil. İki ayrı-ayrı şeylərdir. Məsələn, Uğurun yediyi balla, Uğurun imtihanda topladığı balı eynidir. Xeyr. O balı çox yer, amma balı az toplayır. Elə deyil bu. Bax, bu yediyimiz balla, Topladığımız bal ayrı-ayrı anlayışlar. Tamamilə bir-birindən fərqlidir. Düzdür? Ay sonra zindan. Zindanın 3 mənası var. Biri var, bir şey götürürsən, desənə, zindan kimidir, gücüm çatmadı. Eşitibsiz bu? Tələsmə. Bu zindan qədim dövrdə böyük daş oldu, çəkil daşı, ağır bir daşdır.
daşın adı. İkinci zindan həbsxana mənasında işlədir. Həbsxana. Yoxsa həbsxana ayrı, daş ayrı şeydir. Elə deyil. Bəli. Üçüncü zindan isə qulağın içində bir sümük var. Onun adı zindan sümüyü gedir. Həmin o sümüyün adı. Onu siz bilməzsiniz. Mən də təzəri gəlmişəm. Sonra təzər deyəndə 3-4 il olar. 4-cü qruplarım var idi. Onlara izah edədilər. Mən belə bir zindan qulağın içində bir sümük də var. Belə bir sümüyün adıdır. Sonra xar sözü var. Xar. O eşitmişsiniz. Xarı bülbül. Bəli. Şurada. Oradakı xar sözü var ha. O xar tikan mənasını verir. Tikan. O əhvalatı bilirsiniz də yəqin ki. Xarı bülbülün əhvalatını eşidərsiniz. Məşhurdur. O tikanlar bülbülə batır falan. Bax o xar bir var tikan mənasını ifadə edir. Bir də deyirsən ki el aləmdə xar olduq. Rüsvay, yağırçı. Başa düşdünüz? Rüsvay, yağırçılıq mənasını verir. Rüsvay mənasını verir. Xar. Onun isə üç mənası var. Bir var, Messi'nin vurduğu gol. İndi burada çox adam Ronaldo'da deyərlər. İndi mən Messi seçirəm. Messi'nin vurduğu gol. Ronaldo, yaxşı öz müşkülərini eləyir də, qara evin qolu. Futbolda vurulan qol da yəni. Futboldakı qol, mən çox uzatmıram. Futboldakı qol. Bir var, mən top çəkirəm. Yumru top çəkdi. Sonra bir var, məsələn, Fəridin qolu. Fəridin gəlib göstərə bilərsən qolu, problem yoxdur. Fəridin, yaxşı. Bir var, Fəridin qolu. Bir də var, buraya yazıraq Fərid. Bir də ki, bu imza mənasını verən qol var. Belə deyil, bunların üçü də bir-birinə ayrı şeylərdir. Düzdür, bir də var gül, bir var çiçək mənasını verən. Bir də bir gülmək mənasında. Bir də xeyr kimi, səbirin gülmək olar, niyə də olmasın? Tək elə həmişə gülsün. Elə deyil, əli. Bax, bu nə oldu? Bu nə oldu, uşaqlar? İndi, bildiz homonimlərdir. Müxtəlif mənalar ifadə edir. Müxtəlif mənalar. Yaxşı, müxtəlif mənalar ifadə edən homonimdir. İndi, gəlin çox mənalı sözlə müqayisə edək. Çox mənalı nə müqayisə edək? Bax, məsələn, yazıram stolun ayağı. Bir də yazaq, bizdən də aslanın adı ikisi düşünürəm mən. Yox, hangi yox, çara geçsəydi olur da. Aslanın ayağı. Fark yoxdur. İndi baxın, stol ayağı həqiqi məcazi. Aslanın ayağı həqiqi məcazi. Yaxşı. Bu ayaqla bu ayaq arasında mənə yaxınlığı var. Nə oldu ki? Bax, bu stolun ayağına bax. Bu stolun ayağı onu ayaq üstə saxlayır. Elə deyil? Gəl burası da. Aha, gəl bura. Bu stolun böyründə. Bax, bu stolun ayağını. Bunu ayaq üstə saxlayır. Elə deyil? Bu da aslanın ayağını bunu ayaq üstə saxlayır. Yəni, bunların məna cəhətdən bir-birinə yaxındırlar. Elə deyil? Elədirsə əgər, bunlar mənaları ayrı-ayrı mənalar oldu. Bəli. Ardın oldu. Olmadı. Eyni mənaya gəlir. Sadəcə olaraq bu məcazi məna olur. Bu isə həqiqi məna. Çox mənalı sözlərdən, məna paylarından biri mütləq məcazi olmalıdır. Amma bu ölümləri tamam ayrı-ayrı. Baxın, məsələn, Qara evin qolu ilə Fəridin qolunu, ya bu da mənim qolumdur, imzamdır. Bunlar tamam ayrı-ayrı şeylərdir. Elə deyil, bunlar tamam ayrı-ayrı məsələlərdir. Yaxşı, ayrısı. Homonimlə çox mənasızı bildiniz fərqi? Bəli. Ələk. Aha. İndi homonimlərdən elə sözlər var ki, onlar homonimə oxşayırlar, digər ki, homonim deyirlər. Hə? Nə oldu, Səbri?
Nəsə o fərqin qoluna gülürsən sən. Hə. Deməli, bu bir gözünün də qarşılıq partiyardan fərqi, ondan çox dəyişmə olmasın. Yaxşı, biz inanmırıq. Deməli, gələk bura, diqqətini cəmləndirək. Deməli, belə sözlər var, umumi oxşuyurlar. Məsələn, uzağa getməyək, xatirə. Lalə. Bir var, bizim xatirə. Bir də var, xatirə dəftəri. Yazılmaz və yaxud da insanların gözündə canlanan an, dəqiqə. Bunlar bir-biri ilə omonim deyil. Yadınızda qalsın. İnsan adları omonim hesab edilmir. O insan adları omonim hesab edilməz. Sonra devam edək. İkincisi bir insan adları. Düzdür. İkincisi isə heyvan adları, xüsusi isimlər gedirlər. Bir xüsusi isimlər omonim deyil. İkincisi vurgusu fərqli olan sözlər. Vurgu. Üçüncüsü səs uzanması fərqlənən. Səs uzanması fərqli olan sözlər. Dördüncüsü isə başlangıç forması fərqli olan sözlər. Bəli, beşincisi isə bir hərfə görə fərqlənəndir. Bir hərf yazır. İndi baxırıq. Bir adam adları idi, xüsusi isimlər ümumiyyətlə. İkincisi var, deyirəm, gəlin. Birində vurulur, birində vurulur. Bu, gəlin. Bura, gəlin. Bir də ki, gəlin çay hazırladı. Belə deyil, buradakı vurgu buradadır. Vurgusa görə mənasını dəyişir, omonim deyirlər. Səs tutanmasına görə fərqlənən 4 söz var idi. Hansılar idi? Lava idi, əyan idi, nərə idi, bir də bəzən idi. Bunlar da omonim sayılırlar. Başlanğıc forması fərqli olanlar şirin səsi, meşədəki şirin səsi, düzdürmü? Ver şirin səsi. Kiminsə şirin, ədalətin şirin səsi, bayaqlarına eşitirik. Bunlar da omonim sayılmazlar. Bir hərf nə idi? Məsələn, z, ə, r, f, z, z, ə, r, i, f. Bir hərf fərqli olur. Omonimləri bildik. Problem yoxdur ki. Sual var. Saadət dayanmır. Ay Saadət. Ya sən danış, ya mən danışım. Düzdür. Hə. Keçək sinonimlərdə deyim. 2 sinonim, 3 antonim deyəcəm. Sinonimlər deyilişi və yazılışı müxtəlif ifadə etdiyi mənaları eyni olan sözlərdir. Düzdür? Məsələn, gözəl, göyçək, ürək, könül, gül, çiçək, yüksək, hündür kimi sözlər sinonimdirlər. Sinonimlər eyni nitq hissəsinə aid olmalıdırlar. Məsələn, desəm ki, çi, bir də bişməmiş, bişməmiş, bunlar nə sayılmaz? Sinonim sayılmaz. Çi, sifətdir, bişməmiş, feyl. Müəllim, bir də deyilişi ilə yazılışı fərqlənir. Deyiliş yazılış fərqlidir. Kökləri eyni olanlar, bəli. Məsələn, bir, və, fa, və yaxud da və, fa, söz. Bunlar da omonim hesab, sinonim qardaş hesab edilməzdir. Kökləri eyni olanlar, müxtəlif nitq hissəsinə aid olanlar sayılmazlar. Üçüncüsü isə, deyək, çox danışdıq. Antonimlər. Bir-biriyle əks olan sözlərdir. Bunlar da eyni nitq hissəsinə aid olmalıdırlar. Şəkilçi vasitəsi ilə, məsələn üçün, nainsaf, insaflı, insaflı. Bunlar antonim sayılmazdır. Kökləri eyni olan sözlər. Kökləri eyni olan sözlər. Antonim sayılır. Bəli. Məsələn, gəlmək, gəlməmək. Duzlu, duzsuz, yağlı, yağsız, bunlar da antonim sayılır. Uşaqlar, bunlar
sinonimlər dildə yersiz təkrarın qarşısını alır. Bu, nitqimizin yorucu olmaması üçün istifadə edilir. Aydın oldu. İndi homonim, sinonim, antonimlərdir. Yekunlaşdıra bilərsiniz.